Təsəvvür eləyin, alimlər illərlə bir problemi araşdırarkən Google'un yeni süni intellekt aləti Co-Scientist cəmi 2 gün ərzində eyni nəticəyə gəlir. Bu alət mikrobioloqların uzun müddət tədqiq etdiyi superbakteriyaların yaranma mexanizmini anında aşkar etdi. Londondakı Imperial College'dən professor Jose Penades və komandası bu bakteriyaların viruslardan yaranan quyruq vasitəsilə asanlıqla yayıldığını müəyyən etmişdilər və tapdıqlarının yalnız özlərinə məxsus olduğunu düşünürdülər. Lakin mövzunu Google'un süni intellektinə təqdim etdikdən sonra hadisələr daha da maraqlı bir istiqamət aldı. Süni intellekt cəmi 2 gün ərzində həm onların nəticələrini təsdiqlədi, həm də alimlərin ağlına belə gəlməyən yeni bir ideya təklif etdi. Hətta professor Google'a məktub yazaraq sizin mənim kompüterima girişiniz varmı sualını irəli sürdü. Google isə ciddi və qəti şəkildə belə bir şey yoxdur cavabını verdi. Professor Penades hesab edir ki, süni intellekt elmi dünyanı tamamilə dəyişəcək və bu texnologiyaya sadə yanaşmaq artıq mümkün deyil. Əlimizdə çox güclü bir alət var. Sizcə süni intellekt alimlərə kömək edəcək, yoxsa onları əvəz edəcək? Kanalımıza abunə olmağı və bizi izləməyi unutmayın.